Hərdən bir insan üçün darıxırsan, o insan adını yazırsan əlvə, o insanın üzünü neçə illərlə görmürsən də, yəni o insan misal üçün Türkiyədə, sən Azərbaycandasan. 10 ildən sonra o insana qovuşursan, onun üzünü də görürsən, onun varlığını da görürsən. Amma Allah yaratdığı insana bənzəməz. O insanla bir deyil. Allah nə cin deyil, nə insan deyil. Və yaxud yaratdığı, yəni qula bənzəməz. Öz quluna, yaratdığı öz quluna, Allah öz quluna bənzəmir. Allahın tayı bərabəri bənzəri yoxdur. Bizim varlığımız insandırsa, Allahın varlığı belə pis çıxmasın, başqa bir şeydir. Onun varlığı elə bir şeydir ki, indi biz yəni bu söhbətə bir oxşar bir söhbət edeyim mən. İndi bu dəqiqə mən Allahın adını görürəm, ərəbcə yazılır Allah. Amma mən Allahın cəmalını haçansa öləndə qismət olsa görəcəm. Bu dəqiqə mən Allahın adını görürəm, amma Allahın hələ varlığını görməmişəm. İnşallah cənnətə düşmək qismət olsa, cənnətdə Allahı görə biləcəyik. Yəni Allahın adına baxıb ağlayıram, deyirəm ay Allah, sənin üçün darıxmışam. Kaş ki səni görə biləydim, sənə qovuşaydım. Bir neçə müddətdən sonra Allaha qovuşanda biz onun adını yox, onun özünü görəcəyik. Və onun necə varlıq olduğunu, onun necə üzü var, onu görəcəyik. Necə bir gözəl cəmalı var, onu görəcəyik, onun cəmalını görəcəyik. Və bu həsrət sona ərəcək, bu imtahan sona ərəcək, bu sıxıntılar sona ərəcək. Və cənnətdə keyf içində olacağıq. Birinci keyfimiz, xoşbəxtliyimiz onu görmək olacaq. Bundan böyük xoşbəxtçilik yoxdur cənnətdə. Ən böyük xoşbəxtçilik cənnətdə Allahı görməkdir. Və onu Allah hər yetənə nəsib eləmir. Seçdiyi qullarına nəsib eləyir. Allah bizi